Tuncay abi. Elden aşağı. Bu fındık düğünledi ben. Elden aşağı. Koymayın kaçsın. Mirsadik, mənim Tuncayın evini basacağımı hardan bildin? Sən bunu hardan bildin ki, mən qaçarkən məni maşına atdın, apardın? Yəni mənim ora gedəcəyimi hardan bildin ki, məni qurtardın? O nətər oldu? Mən səni artıq yavaş-yavaş tanımağa başladım, Davud. Mən vurulduqdan sonra rahat durmayacağını anladım. Ona görə də dalınca adam qoydum. O mənə xəbər elədi ki, sən Tuncayın evinə gedirsən. Mən dedim ki, bu uşaq yəqin ki, dəli olub, tək başına Tuncayın evinə gedir. Mən də gəldim maşınla ora, səni aldım, getdik. Yəni, belə oldu. Eyvallah, eyvallah da, mənim dalımca adam qoymasan sevinərəm. Nə lazımdır? Özün məndən soruş. Yəni, dalımca adam qoymağa ehtiyac yoxdur. Yaxşı, elə olsun. Bir də dalınca adam qoymaram. Əgər mənim də soruşacaq olarsan, yəni, mənim yarım hələ ki yaxşıdır. Həkimlər gəldi, nəsə dikiş zad qoydular. Nəsə dişdilər, bir şey elədilər də. Çox hərəkət eləməməliyəm. Ən qısa zamanda sağalaram da inşallah. Belə. Mən artıq gedim, Davud. İşlərimiz var. Gedim mən artıq. Sağ ol Mirsadik, sağ ol. Gəl. Sağ ol, görüşərik. Davud'a nə oldu? Öldü Davud. Yox, ölmədi. Məni öldürməyə çalışdı. Onu da bazara bilmədi. Çolağın biri çolaq. Sən bundakı qansızlığa bax, sırf qaça bilmək üçün gəldi beldən aşağı vurdu. Pis yerə də, başa düşdün. Yəni yoxsa qaça bilməzdi. O dərəcə qansızdı yəni bu adam. Adam demək olmaz buna. Nə adamı? Bir xəbər gəldi mənə. Bugün ağalar gələcək. Sən təzə çıxdın axı həbsdən. Səni görməyə gələcəklər. Gəlsinlər. Nə vaxtdan heç tanışmıram onlarla. Bəlkə bizdən xəbərsiz qanunsuz işə görürlər. Yox, narahat olma, mən onları takip edirəm. Hələ ki problem yoxdur. Hə, laf yaxşı, gəlsinlər.
Hə, Mir Sadiq. Davud, mən mal satmağa adam tapdım. Nəsə varlı bir adama oxşuyur və lüks bir restoranım da var. Bu axşam görüşəcəm. Adı da Elmirdir. Hə, lap yaxşı, lap yaxşı. Onda get adamla danış, amma ehtiyatlı ol ha. Tuncay yenə qarışmasın bizim işimizə. Yaxşı, narahat olma, mənlikdir. Deməli, Elmir lüks restoran var. Hə. Əvvəlki adamla heç görüşə bilmədik, də bilmirik ona nə oldu, Tuncay nə vardı. İnşallah yenə bir problem çıxmaz. Ağalar gəldi, Tuncay. Gəlsinlər. Hoş geldiniz ağalar. Buyurun. Oturun. Deməli, bilirsiniz ki, mən həbsdən yeni çıxdım. Davud da yəqin ki, eşitmisiniz. Pis işlərlə məşğul olur. Ölkəmizə, insanlarımıza zərər verir. Narkotik maddə, qaçaq mal, zəhərli maddə kimi işlərlə məşğul olur. Təbii ki, onun da cəzasını kəsəcəyik. Onlara imkan verməyəcəyik ki, bizə, insanlarımıza, ailəmizə zərər verir. Onların da cəzası kəsiləcək. Qanunsuz işlərlə məşğul olanın narkotik maddə, zəhərli maddə, qaçaq mal, belə mallar satanların cəzasını bu aləmdə kəsərəm. İndi deyin görün. Mənimlə siz? Əlbəttə ki, səninləyik, Tuncay bəy. Şübhəsiz. Laf yaxşı. Eyvallah. O zaman bunu sübut edin. Sağ olun ağalar. Bir problemi olan varsa bizə müraciət edə bilər. Gedə bilərsiniz. Tuncay, bizim adamlardan xəbər gəldi. Davudgil bu axşam bir adamla görüşəcəklər. Məkanını falan atacam, sənə həll eləyəcəm. Yaxşı ata. Mən maraqlanacam, həll eləyəcəm. Tuncay deyil o. Tuncay Tağıyev. Gözlüyü mən danışıb gəldim. Buyur qardaş, nə lazım idi? Buranın yiyəsi lazımdır mənə. Elmir bəy burada deyil. Mən inanmıram. Kesib öz gözlərimdən görmək istəyirəm. Allah sənə deyiləm, Elmir bəy burada yoxdur. Uşaq həlləşirik, sən öl.
Nə baş verir ola burada? Bu məşhur Tuncay Tağıyev sənsən, eləmi? Eləmi? Hə, mənəm. Səninlə anlaşmağa gəlmişəm. Nə istəyirsən məndən? Davuddan və Misadiqdən mal almayasın. Hətta heç kimdən belə kirli mallar almayasın. Əgər dediklərini eləməsəm, nə olar? Nə edə bilərsən? Nə ala bilərsən? Kəlləni alaram. Kəlləni ala bilərəm. Səhv adama sataşırsan Tuncay. Peşman olarsan. Sən mənim məkanıma gəldin, bir də gələ bilməzsən. Mənə heç nə eləyə bilməzsən Tuncay. O zaman get, biraz eşşək yurdunda gəz, Elmir. Düzdür. Mən də indi gəldim Elmir'in məkanına danışacağım. Bu adamla qəşəng işlər görərik kimi görsənir. Yaxşı. Ay, nə oldu burada? Durun ayağa. Durun. Nə baş verir valla burada? Durun ayağa, durun. Kim dövdü lan sizi? Elmir. Ne olar düşündüğüm şey olmasın. Olur böyle bir şey. Kim elədi ala bunu? Tuncay Tağıyev gəldi, o elədi. Tuncay. Ne istəyirsən sən? Belə şey olar hə. Belə şey olar hə. Bu nədir? Tuncay, sən ölməlisən, başqa çarəsi yoxdur.